Və gözlənilən gün gəldi, çatdı. Saatlar qalıb səhnəyə. Saat 8-dir, biz də hazırlığımıza başlayaq. C vitaminimiz, burada da kofedir, acı kofemiz, soyuq. Sonra D vitaminimiz, potasyumumuz var yanımızda. Bunları da atacaq içinə. C vitamini də çöpürləndirdi. Vəsə, vururuq bələnə. Uşaqlar, burada da bunları yarışdan sonra kurasanla gedəcək. Burada da belə bir mənzərə var yükləməyə. Çək bunun gözəlliyini. Bugün o gündür, şoudayıq. Bizim komandamız bir yerdə. Həm dostum ki, Balı da yanımdadır, bu da yarışacaq. Yəni, qarın əzələmsi göstərək. Bu hələ pampsızdır da, natural gəlirik. Sənin sözün var. Sağ olsunlar, ailəmiz bizi dəstəkləyir, dostlarımız bizi dəstəkləyir, yanımızdadır. Videonu çəkən də qardaşımdır, Sadiq. İnşallah qəlbə ilə geri dönəcəyik. Videonu da ümid edirəm sona kimi izləyəcəksiniz. Gedək qrimə. Doldurma qalmında. Gündüz yəni zəhirlər var. Yəni qaldır işindən deyil. 15 gün gələcək. Mən bu vaxtda var bir dənə. Şəkərli bir şey yeyib alacağam. Hayır. Şampanya sakatlığı. Şampanya. Rahman ölçü. Dikkat. Dikkat. %10 oldu. 110. Düz doğru. Dikkat. Sol kolunu düz koyun. 110 lira efendim. Sağa dönün. Bence de. Bir de sağa dönün. Bir de sağa. Bir de sağa. Dokuz ve 6 numara yerleriniz değişin. 9 ve 6. 6 ve 110 yerleriniz değişin. 6 ve 110 yerleriniz değişin. Dikkat. Sağa dönün. Bir de sağa. Bir de sağa. Bir de sağa. Rüfet. Rüfet. 110 ve 9 lira yerleriniz değişin. Sağa. Sağa dönün. Bir sağa.
Bir sırada. Bence. Bir sırada. Teşekkür ederim. Mükafat arasını izliyoruz. Azerbaycan'da ilk defa olarak Men's Fit model yarışı. Kateqoriyasıdır. Vagif Kərimli, Rüfət Hacıyev, Muradxan Əliyev və Bəhlul İsmailzadə dəvət olunur. Dördüncü yer. Bu eşin təmsilçisi Muradxan Əliyev. Üçüncü yer. Leon Fitness Park temsilcisi Bəhlul İsmailzadə. İkinci yer. Mentor Gym temsilcisi Rüfət Hacıyev. Ve böylelikle Azerbaycan'da ilk defa keçirilən Men's Fit model kategoriyasında galip adını West Gym temsilcisi Vagif Kərimli kazanır. Alkışlayalım maçlarımızı. Teşekkürümüzü bildirdik onlara. Xatirə şəkilləri çəkdirilsin. Daha sonra artıq növbəti kategoriyanın mükafatlandırma mərasimindən keçirik. Çok sağ olun. Teşekkürümüzü bildiririk. Uşaqlar fit modeldən ilk medal gəldi, ikinci yer. Şükürlər olsun. İnşallah medalların davamı gələcək və bizim tim. Burada İsa müəllim, burada qardaşım, burada da kursant dostumuz. Monsters Bodybuilding kategorisine keçirik ve ilk defa Azerbaycan'da bu kategori... İsa müəllim iş başındadır. İsa müəllim. İzləyicilərə nə demək istəyirsiniz gənclərə? Arada fərqi görəcəksiniz o ki. Fərqi görəcəyik. İndicə detayları görəcəksiniz. Çiynə bax maşallah. Monsters Bodybuilding kategorisine beşinci yer. Just for Kid temsilcisi Ferhat Gül. Üçüncü yer. The Gym temsilcisi Anar Rahimov. Wolf Fitness temsilcisi Adil Çakarov. Bax gör, ayaqqabı. Bu kategoriyanın növbəti Arkadan iki katlı. Çin-çinə durun. Başlar çox qarışıqdır. Üstümüzdə əziyyəti olan iki insan. Backstage-də, bəli, siz şey eləyəcəm. Tempo Fitness.
İsfəndiyar Teymurov, RF Çim, Nihat Abbasov, Çempion Çim və Gülbala Masiyev, Fövsan Olimpiya kompleksi. Rüfət, Rüfət. Rüfət. Rüfət, Rüfət. Ağlasan. Halaldır Rüfət. 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 Ağlasan Rüfət. Yaşar Bardo. Nihat! Rüfət! Nihat! 42, 43, 44, 45, 46 və 47 nömrələr. Sağ tərəfə qalan bançılar Yaşar Bardo. Nihat! Boş bırakma. Bardo. Sol tərəfdə qalan bançılar arxa planda. Düşün daha. Bir tarafa. Yaşar. Diqqət! Diqqət hər şey yaxşıdır, diqqət! 41, 43. Rüfət, Rüfət. Sol tərəfdə qalan bançılar arxa planda. Allah birinci yer Rüfət. Rüfət, Rüfət. Diqqət! 47 nömrə, bir asdım sola. Diqqət! Sağa dönün. Bir sağa. Bir sağa. Bir sağa. Kırk altı. Rüfət. Rüfət. Halaldır. Oğul da oğul. Ona bak. Halaldır Rüfət. Halaldır. Oğul da oğul. 48. 47 Rüfət. Oğul da oğul. Ay, 45'te zordu. Sağa dönün. Hadi. Hadi. Bir de Nihat idi bu 40 ha. Nihat'dan Rüfət Bir ya sağa ikili ya. dönün. Avrupa. Bir sağa dönün. Bir sağa. Oh. Bir sağa dönün. Bir sağa dönün. Bir sağa. Bir sağa.
Bir sağ. Hamı vəziyyəti final mərhəlini izləyir. Çox sağ olun. Final mərhələni izləyir. Sağ olun. Dikkat. Sağdan. Bir sağdan. Bir sağa. Sen de arkaya burada dayanma. Bir sağa. Bir sağa. Deməli 48 və 42 52 4 yerləri dəyişir. Sekiz ve 52 yerleri dönüşür. Dikkat, sağa dönün. Bir sağa. Bir sağa. Bir sağa. Ya 45 derler biraz. Bir defarlık yüzü. Teşekkür ederim. Mükafatlar sizliyim. Sağ olun. Başlayırıq 6-cı yerdən. 4-cü yer Fit City təmsilçisi Hüseyin Kazımov. 3-cü yer Rüfət Hacıyev, Mentorçi. 2-ci minnətdarlıq dəvət olunur. Uşaqlar, sözümüz üstü Talib müəllimin yanından medalla geri dönürük. Bir dənə 2, bir dənə 3. Amma kurasan qoruyub da ən sevdiyim şirniyyatlardan biridir. Səsə gəldim, yəqin gələm. Qoruyub, amma şokolata axmalıydım. Qoruyub. Toplayayım bir yakın bozma. Sadık. Balaca mən dəstək olan komanda sağ olsunlar. Bir ətraflı çək komanda. Çək, qardaş, sən də çək onu. Özünü də çək.
Johnson'da Sabah böyük əməli var backstage-də. Yağlama. Gedir Talih müəllimin yanına. Allah hava olsun sənə. Baba. Hə? Mən konkret fikirləşdiyim elədir. Ola bilər ki, cəmiyyətin fikirləşdiyini eləməyəsən. Çünki səndən bu qədərini gözləmirlər məncə. Amma ya forma, bazirovkan, səhnə hakimiyyətin, axıcılığın çox yaxşıdır, çox yaxşıdır. Yəni orada baxırdım, mən canlıda baxırdım, konkret özümü öldürürdüm, mən yaxşı orada deyiləm. Çox yaxşıydı. Deyərəm ki, hələ üstünə bir 3 kilo, 4 kilo da qoysam, çempion olmamaq üçün heç bir səbəb yoxdur. Heç bir. Və natural olaraq elədim. Biri var, yəni adı natural olsun, özün bilirsən, bədəndən 2 həftəyə gedən başqa bir şeylər istifadə edirsən. Biri də var, həqiqətən natural olsun. Bunun nəticədə sən, mən, ailəm bilir ki, həqiqətən natural şəkildə elə olur. Bunun özü böyük şeydir. Mənim üçün ən vacib şey amma, keçən ilə nəzərən bu il, bu inkişafın çox daha yaxşı idi. Çox daha yaxşı idi. Zəhmətinizin nəticəsində. Çox, mən 2000-də baxdım, hakimiyyətin çox yaxşı, özünə inan çox yaxşı idi. Çox bəyəndim, həqiqətən. Olsun. Təşəkkür ederim. Adem, sənin mikrofonu işləyir. Mən də sizin də zəhmətiniz böyükdür. Çox sağ olun. Allah sizə razı olsun. Allah işinizi uğurlu eləsin. Açdığınız zalı da inşallah xeyirli eləsin. İnşallah Allah bol belə bunun kimi, bundan da yüksək çempion yetişdirəsin. İnşallah, yəni Rüfətin həqiqətən qanacağı, tərbiyəsi təkcə atlet olmaq əsas deyil də, mənə görə xasiyyət, xarakter çox vacibdir. Çox vacibdir. Onlar olduğu müddət boyunca etik qaydaları insan biləndə özünü inkişaf elətdirə bilər. Bu çətin bir şey deyil. Yəni biz anadan gəlmə belə deyil. İnsan özünü inkişaf elətdirilməyə görə mütaliə ilə məşğul olar, məlumatlar oxuyar, öyrənər, biraz daha yaxşı bir şəkildə çıxışlar edə bilər. Bu çətin bir şey deyil. Amma bəzi şeylər onun özündə var. O məni sevindirir. Allah sizə razı olsun. Mentor fitness'in adından çıxıb, nə? Evet. Sən mənə heç deməmsən, mentor fitness'in adından çıxıb. Kamera qarşısında böylərdir yanımda olan. Sənin arxasında Səş Arxanın. Burada mənə dəstək olan komanda var. Hansı ki, hələ indi axşamdır bunlar qalıb. Sağ olsunlar, işlərini açdılar, gizlərini atdılar, yanımda oldular. Adımı çəkdilər, motivasiya verdilər, dəstək oldular. Məsələn, orada isə var, backstage-də var. Rayondan mənim üçün gəldi ki, sənin arxasını mənə kömək eləsin. Allah razı olsun. Qardaşım məsələn, kamera arxası, backstage. Özümü söndürəmirəm də. Söndər də, kameramı elə söndər ödəyəcəm. Backstage-ə gəldi, mənim qəşəng videolarımı çəkdi. Hətta sənin qarşısında da keçir videoları çəkdi. İnşallah ki, qismət olar bunu YouTube'a. İnşallah bu qalibiyyətin davamı olar. İnşallah bundan da yüksək yerlərə Gələcək İmbayın da keçiriləcək. Hayat bir də onu eləyən böyük ihtimal İmbarı nə verəcək. Mən çox bəzi şeyləri demirəm ki, özünə öhdəlik verməyin. Çünki insan çıxır orada birdən baxmır. Öhdəlik çox olanda sıxır adam, stres verir. Amma bilirdim ki, bunlar gələcək. şükür Allah. Məqsədim overall çempionu, kuboku götürməkdir. İnşallah Avropada, inşallah Allah qismət eləyər Avropada da nəticə görüb gələr. İnşallah. Məsələn, özümüzü alqışlayaq. İnşallah, nəhayət ki, gəldik səliqəli şəkildə diyet pozmağa. Hamımız bir yerdə işləyə bilir. Yiyor, doymuyor. Doymak nedir bilmeyen adam görenleri hayrete düşürüyor. Medal alandan sonra, yaxşı yer alandan sonra diyet pozmanın yeri də ayrıdır. İnşallah günün sonuna gəldik. Fit model kateqoriyasında ikinci, Men's Junior'da isə üçüncü yerə layiq görüldüm. Natural olaraq düşünürəm öz fikirlərimi indi sizə bölüşsəm. Əlimdən gəldiyini elədim, düşünürəm də ən yaxşısını etməyə çalışdım və etdim. İnşallah may ayında olan yarışda yenə məni sevən izləyiciləri sevindirəcəm. Hədəf overall götürməkdir, natural olaraq yenə. İnşallah növbəti qələbələrimlə qarşınızda olacaq.